kimsə tərəfindən bəzənə Bəli, bilər O də. məsul növ kimsə olmur. tərəfindən bəzənir, məlum deyil. Amma baxın ha, biz ın şəkilçisini mütləq şəkildə orada görməliyik ki, biz o zaman onun qayıdış növ götürək. Sizə verər gün çıxdı. Siz də düşünərsiniz ki, hə da gün öz-özünə çıxır. Elə. Onda mən bunu qayıdış götürüm. Xeyr, bunu qayıdış götürəməzsiniz. Niyə? Hanı burada ın şəkilçisi? Keçici. Burada Onda bu məlum olacaq müəllimə. bəli, bu məlum növ olacaq. Aydındır dostlar. Bax, ın şəkilçisini qayıdış növü seçmək üçün imtahanda qayıdış növ vermişdi. Biz ın şəkilçisini görməliyik və o iş özü olmalıdır. Özü öz üzərində icra olunmalıdır. Yaxşı. Məsələn, uşaq yuyundu. Öz-özünə yuyunur, məsələn. Bu artıq işləri özü eləyir. Biz onu eləmirik. Aydındır? Mən burada məchul da olmur da, yəni, hə? Əslində uşaq yuyunduğu məhsulu götürə bilərik. Yəni, bəlkə kimsə yuduzdurur. Amma sizə iki başlı salmaz. Kitabda bu nümunələri verir, amma belə iki başlı düşmür. Amma məchulun da, yəni, şəkilçiləri var da, amma ın var da, yondu, hə, ın var. Amma Hə. cümlə daxilində yenə deyirəm, seçəsiniz. Əgər kimsə tərəfindən edilirsə, bilinmirsə, olacaq məhsul. Yox, öz-özünə olursa bu iş, kimsə onu eləmirsə, olacaq qayıdış. Yəni, bilirsiniz nədir? Qayıtmaqdır da, özü-özünə eləyir, özü-özünə qayıdır iş. Aydındır? Mən şəxsizlə məchul həmişə qatıram. Əslində müəllimə, burada qayıdışla məhsulda, yəni elə ola bilər ki, məhsul olar, elə ola bilər ki, qayıdış olar. Məncə o cümlədən asılıdır. Bəli, məsələn, qız güzgünün qarşısında bəzəndi, eyni sözdür, qız bəzəndi, bir Qız də bəzəndi. otaq bəzəndi. Görürsünüz, ikisi də bəzənməkdir. Amma Bəli. qız bəzəndi olacaq qayıdış. Niyə? Çünki qız öz-özünə bəzənir. Amma otaq bəzəndi olacaq nə? Məhsul. Çünki otaq Məhsul. kimsə tərəfindən bəzənir. Tərəfindən Yaxşı? bəzənir. Bəli. Gəldik şəxsizə. Şəxsizin də şəkilçisi ındır. Şəxsizdə də mübtəda olmur, işi görən məlum olmur. Eyni ilə məhsul növ kimi eynidir. Bax, 2 dənə nümunə yazıram. Ay, bir dənə yoruldum, bir dənə nəfəs alım. İclas keçirildi olar müəllimə. Bəli, olar. Bir deyirik ki, iclas keçirildi. Bir də deyirəm ki, iclasda məsələyə toxunuldu. Baxın, iclas keçirildi, bir də iclasda məsələyə toxunuldu. Əslində burada ikisində də ıl şəkilçisi var, toxunulda da ıl şəkilçisi var və iclasın da kim tərəfindən keçirildiyini bilmirik. İclasdan məsələyə də kim tərəfindən toxunulduğunu bilmirik. Əgər cümlədə mübtəda varsa, onu götürəcəyik məhsul növ. Mübtəda olanı kimsə yıxıldı. Məhsul növ götürürəm. Məhsul götürürük. Necə mübtəda olanı məhsul götürürük? Nə demək istəyirəm? Mübtədanı necə tapırıq? Əgər cümlədə kim, nə sualına cavab verən söz varsa. Keçirildi nə? İclas. İclas. Kim tərəfindən keçirildi? Bax, burada nə sualına cavab verən söz varmı? Var. Var. Artıq nə sualına cavab verən söz var deyə mən bunu nə götürəcəm? Məhsul. Bax, dedim yenə. Mübtəda olanı məhsul götürürük. Məhsul. İclasda məsələyə toxunuldu. Burada nə sualına cavab verən var? Yoxdur. Yoxdur. Bunu nə götürəcəm? Şəxsiz. Şəxsiz. Bu şəxsiz müəllimə növ biraz elə bir şəxsiz cümləyə oxşuyur. O var idi ya yox? Şəxsiz növlər, şəxsiz cümlələr var. Eyni şeydir. Elə bil qeyri-müəyyən şəxsli, müəyyən şəxsli onları deyirəm bax. O elə bil ki, ona oxşuyur. Şəxsiz cümlənin mənaca növləri. Məncə Bəli, biri. o eyni cümlədir. Gəldik icbar növə. Bax, Ən gözəli icbardır. bax yazıram. Şəxsizdə mübtəda olmur.
növə. İcbar növün şəkilçisi dır. T şəkilçisidir. İcbar nədir? Bu işi özüm görmürəm, başqasına gördürürəm. Bax, başqasına iş gördürür. İcbar sözün mənası məcbur deməkdir. Yəni, başqasına elətdirirsən. Başqasına iş görürür. Bax, məsələn, deyirəm ki, bir də gücü istəyirəm. Evdən çıxanda demədim, mən dərsə gedirəm. Nəyə 15 dəfə səs atıb yığırsınız? Gedəndə deyərik də, dərsdəyəm mən. 15 dəfə kəsdim daha dərsimi. Dəhşətləri qurulur. Başqasına iş gördürür. Məsələn, deyirəm ki, məktubu yazdırdım. Məktubu yazdırdım. Məktubu başqasına yazdırıram mı? Bəli. Yəni bu işi özüm görmürəm ki, başqasına gördürürəm. Və yaxud da ki, bağı təmizlətdim. Başqasına təmizlədirəmmi? Təmizlətdim. Bunu başqasına elətdirirəmmi? Bəli. Bəli. Demək, bu işi başqasına gördürəmsə, bu nədir? İcbar növdür. Bir dənə icbar növdə bilməniz gerəkən şey nədir? Bəzən dır şəkilçisini görərsiniz, qaçmayın icbara. Məsələn, yazır ki, işığı yazmır, yazır yandırdı. Yandırdım. Mən yandırdım. Bu işi mən eləyirəm da, elə, bunu özüm eləyirəm. Yandırdım, söndürdüm, barışdırdım. Bunu mən eləyirəm, başqasını elətdirmirəm ki. Bəli. Məsələn, işığı yandırdım. İşığı yandırdım. Bunu mən həyata keçirəm də bu işi. Bunu mən icbar növ götürə bilərəm. Xeyr. Xeyr, icbar növ götürülməz, çünki bunu mən eləyirəm. Amma işığı yandırtdım olsaydı, yəni başqasını elətdirsə, yandırtdım olsaydı, onda icbar növ götürərdik. Gəldik. Müəllimə, işi kimə gördürdüyünü də göstərsə bəs, məsəl üçün işığı Səbinəyə yandırtdım. Yenə də icbar götürəcəyik. Yenə də icbar götürürük, fərq eləmir o. O başqasını elətdirməkdir. Qarşılığın şəkilçisi də ışı, bir dənə olsa ış yazdım. Bax, ışı. Burada da adından bəllidir. İş ya qarşı-qarşıya görülür, ya da birgə görülür. Bax, məsələn, deyirəm yazışdım. Qarşı-qarşıya yazışırıqmı? Yazışdım. Deyirəm görüşdük. Qarşı-qarşıya görüşürükmü? İş şəkilçisində gördükmü? Deyirəm, baxışdım. Güləşdik. Adıq. Neynədik? Güləşdik deyirdi. Ay tozda dinlədik. Güləşdik. Sən Pana müəllim kimi sual verdin, nə elədik, nə? Güləşdik məzmunca oxşuyur. Amma sözün kökü nədir? Sözün kökü güləşdir orada, əş şəkilçi deyil. Güləşdi. Burada şəkilçidə ışıq şəkilçisini görmür yaxı. Yəni güləşmək qarşılıqlı olmur. İki nəfər bir-birindən güləşir də qabaq-qabaq. Amma şəkilçisi yoxdur. Məzmun deyirsiniz ki, şəkilçisini görmür. Hə, bildim. Güldən də güləşmək olmaz ki. Güləşmək ki. Onda barışmaq da müəllimə sayılmayacaq. Barışmaq da sadədir, yarışmaq da sadədir. Zaten biz elə, məsələn, onunla yarışdıq. Yarışdıq. Deyərsiniz ki, qarşı-qarşıya, məsələn, şahmat oyunda qarşı-qarşıya yarışdıq. Bunun qarşısına götürüm olmaz. Sözün kökü yarışdı axı. Bunu götürə bilməzsiniz. Bəs nə olur onda müəllim? Bu məlum olur. Bəli. Nəyə götürə bilmədiniz, atın məluma. Məlum, yaz. Atlıqları qəbul edir. Məsələn, qoyunlar mələşdilər. Mələşdilər. Sözün kökü Mələm. nədir? Mələmək. Mələş. Mələşmək. Görürsünüz, burada Mələşmək. şı var. Artıq mən bunu bircə, qoyun da qabaq-qabağa mələşmir. Ha. Bircə mələşir. Artıq siz bunu Bircə. bircə kimi götürə bilərsiniz. Aydın oldu, ay dostlar. Bəli, müəllimə çox keçdi zaten. Hə. İndi sabah qəşəngcə bunu oxuyun. Yıxılmışdım. Sabah qəşəngcə bunu oxuyun. Test verirəm. Biraz bunun da testlərinə baxarıq. Testlər üzərində işləyərik. Davamında təsdiqlənməyəndə sabah izah eləyərəm. Yaxşı. Aha, inşallah. Müəllimə. Sağ ol. Sözünüz